Hə, köhnələr. Deyirəm ki, çox güman ki, heç kimin şübhəsi yoxdur ki, bal minbir dərmanın dərdidir. Bal şəfa mənbeyidir. Həmçində, yəni bildiyiniz kimi, bal elə bir məhsuldur ki, hansının ki istifadə müddəti yoxdur. Hətta qədim fironlardan, yəni onların qəbirlərindən tapılan qablar var, hansının ki içində 3000, 4000 il bundan öncə doldurulan, saxlanılan ballar olur. Və illər ötdükcə, minilliklər ötdükcə o balın strukturu heç cür dəyişmir. Amma ki, belə bir məsələlər var da, yəni insanlar müdaxilə eləyə bilirlər ballara. Bir də görürsünüz ki, ona barmaq eləyir insan, yemləndirir, ağrını, neynir. Bu balın şəfası, təbiiliyi düşür aşağı. Yəni hətta orqanizma ziyan da ola bilər. Mən hər il balı gəlirəm bu yarmarkadan cəmi bir adamdan alıram. İndi mən sizə həmən o adamla sizləri tanış eləyəcəm və tam şəkildə əmin ola bilərsiniz ki, bu adamla bal almağa dəyər. Ну как? Bal. Həmən o adam Aleksey Rednovdur. Alekseyin, yəni köşkünün nömrəsi Gənclik metrosunun yaxınlığında yerləşən bal yarmarkasında A20. Görürsünüz? İndi mən bir də yaxından çəkəcəm Alekseydə olan bütün məhsulları. Yəni tam şəkildə əmin ola bilərsiniz ki, bu hələ o baldır. Hansını ki siz axtarırsınız. Buyurun, bax bu Aleksey. Bu Alekseyin köşkünün nömrəsi. Алексей, пару вопросов о меде, который в этом году представлен у тебя на продаже. Да, пожалуйста. В этом году у нас на ярмарке представлено 4 вида меда. Громче немножко. В этом году у нас на ярмарке представлено 4 вида меда. Это майский цветочный мед, каштановый мед, липовый мед и горный мед. Алексей, я также вижу несколько различных продуктов, скажем, Да, пчеловодства. Что это такое и для чего? Здесь есть у нас еще сухой прополис, мед сота. Вот это у нас мазь для лица на основе пчелиного молочка. Это мазь для боли суставов от ревматизма, мумиё. Также у нас есть цветочная пыльца, цветочная пчелиная перга. Это тоже все для поднятия иммунитета очень хорошо, чтобы пополнить организм витаминами. Также прополисная настойка очень хорошо для иммунитета, противовирусными свойствами обладает. Понятно, отлично. Сейчас я засниму, чтобы люди видели твои контакты, чтобы куда нужно обращаться. Вот. Алексей, спасибо. Как говорится, поздоровался. Ənənəvi olaraq mən onsuz da hər il buradayam. Buyurun, tam şəkildə arxayın gəlib bu nöqtədən balı ala bilərsiniz. Həmçinin mən nömrəsini də qeyd eləyəcəm bax bu videonun üstündə ki, siz biləsiniz ki, hara müraciət eləyəsiniz. Bu qədər qəlbdən qəlbə. Bir də mən sizə deyim ki, həmən bu bal yarmarkası 9 noyabr kimi mövcuddur.